Əli bu tərzi çapsan Əli. Hardan tapdın bunu? Bu tərzi bir ya. Hardan tapdın sen bunu? Əli tərzi çapılır. 3 sokqa, 4 otaq, 6 qarac. 80.000 manat. Özdə tam əşyalı. Bu ev, lazımdır. mən bilirəm ki bu ev çox qısa bir vaxtda satılacaq. 6 qaraj, 4 otaq, 1 mətbəx, koridor, hamam ayağından ibarətdir. Həm qardaşım, 3 çox torpaq sahəsində tikilib, həyəti də ki geniş. Nədən daxil olur və 80.000 manata, gəl, daxil olaq mənim qardaşımda. 80.000 manata belə ev həqiqətən satışda yoxdur. Heç bir ərazidə belə bir ev satışda yoxdur. Şəxsi tikili evdir. Hardasa bir 10 il olar ki, gördüyünüz bu ev inşa olunub və yaşayışdır. Hal-hazırda evdə yaşayış yoxdur. Evin qonaq otağı, bu gördüyünüz evin mətbəxini xanımlara doğma olan ərazi. Biraz evə əl gəzdirmək lazımdır, yəni təmir cəhətdən. Biraz əl gəzdirirsə, tutub belə beşik. 3-20 patologlu hündürlüyüdür. Yataq otağı. Tənli nəfəs oldu mənə. İkinci yataq otağı. Gəl mənim qardaşım. Bu 3-cü yataq otağı. Super, həqiqətən 80.000 manata belə ev həqiqətən satışda yoxdur. Real alıcı indirim də olacaq. Ünvanımız da ki, Sabunçu rayonu Savalan qəsəbəsidir. Ayaq yolu sanitar qovşağı ayrı-ayrılıqda yerləşir. Beşik. Hədiyyə. Deyirəm, illər nə tez keçdi. Vaxt vardı bizdə belə beşik. Bizdə onda belə deyil ya. Belə yellənən beşiklərdən. Sağ ol. İpi belə bağlayıb dartırdılar. Allah cəmi balaları saxlasın. Amin. Allah təala hər kəsə can sağlığı qismət eləsin. Əlaqə nömrəmiz səhifəmizdə qeyd olunub. Fikir ciddiliyi varsa məndən əlaqə saxlayın. Hələlik.